Salamlar, mən bugün sizlərə 6-cı sinif dim test sorğusundan çəkməyə başladığım video izahlarının davamı olaraq 2-ci unit B variantını bölüşürəm. Gəlin dinləməklə elə izahlarıma başlayaq. Listen to the passage and answer questions from 1 to 4. Food is a main part of our lives, and each person has a dish that they enjoy. For me, pasta is the best food. Pasta is an Italian dish. It has many shapes and sizes. People cook it in different ways. Pasta is made from wheat flour and water. People eat it with a classical tomato sauce. One of the reasons people like pasta is because it is a comfort food. After a long day at school or on weekends, having a plate of hot pasta with tomatoes at family gatherings is great. It is easy to make, and you can add different ingredients like vegetables, cheese, or meat to make it more delicious. Pasta has been a part of Italian cuisine for centuries. Today, people enjoy pasta all around the world. There are many recipes to prepare pasta. Pasta is not only delicious, but also healthy food. Deməli dinləməni dinlədik. Gəlin bir də əmin olmaq üçün deməli 4-cü suala baxaq. Daha sonra yenidən izahları bölüşəcəm. Deməli bir dəqiqə. Listen to the passage and answer questions from 1 to 4. Food is a main part of our lives, and each person has a dish that they enjoy. For me, pasta is the best food. Pasta is an Italian dish. It has many shapes and sizes. People cook it in different ways. Pasta is made from wheat flour and water. People eat it with a classical tomato sauce. One of the reasons people like pasta is because it is a comfort food. After a long day at school or on weekends, having a plate of hot pasta with tomatoes at family gatherings is great. It is easy to make, and you can add different ingredients like vegetables, cheese, or meat to make it more delicious. Pasta has been a part of Italian cuisine for centuries. Today, people enjoy pasta all around the world. There are many recipes to prepare pasta. Pasta is not only delicious, but also healthy food. Bəli, deməli dinləmə mətnini 2 dəfə dinlədik. Birinci sualda soruşur ki, mətn əsasən nə haqqındadır? Burada mətndə adı keçən informasiya, daha doğrusu mətnin əsas adı, onu təsvir edən söz birləşməsi ilə verilir ki, biz buna parafraza deyirik. Misal üçün, mətndə birbaşa pasta sözü yox, yəni onu təsvir edən dadlı İtalyan yeməyi kimi C variantında düzgün cavab ortaya çıxır. A variantı ola bilməz, deyir yemək bişirməyə müxtəlif yolları. Bundan danışmır. B variantı deyir ki, pastanın deməli forması və ölçüsü. Xeyr, bu da əsas bizim mövzumuz deyil. Klassik deyir pomidor sosu, bu da mövzumuz deyil əsas. Və insanların yemək bişirməkdə istifadə etdiyi ingredient, yəni içinə gedən ləvazimatlar, bu da əsas deyil əlbəttə ki.
Mətnə görə baxanda, deməli, pasta nədən hazırlanır? Sudan və buğdadan və həmçinin sağlam qidadır. Hazırlamağı difficult yox, easydir, yəni asandır. Deməli, bir də pendirdən hazırlanmır. Buna görə də 2 yanlışdır, ət də demirdi orada. Deyir ki, suala düzgün cavab verin. Biz sualın cavabını mətnə əsasən tapmalıyıq. Pasta yemək üçün ən yaxşı vaxt nə vaxtdır? Deməli, mətndən də göründüyü kimi həftə sonları ailə yığıncaqlarında, məclislərində və məktəbdə uzun bir gündən sonra. Cavab olacaq 1-3. Deməli, 2 və 4, baxın, 4-də deyir ki, bunu hazırlamaq üçün çoxlu reseptlər var. Yəni, hazırlanma qaydaları var. Undan və sudan hazırlanır. Bu düzdür ikisi də. Amma mətnə görə bizim sualımızın cavabı deyir, nə vaxt ən yaxşı vaxtı yeməyə? Vaxt olaraq cavaba 1-3 uyğun gəlir. 4-də doğru və yanlışı seçməyimizi istəyir. Dünyada bütün insanlar zövq alır, A doğrudur. Yəni, doğru cavab A-dadır. Çünki həqiqətində mətndə bu fikri dedi. 2-də deyir ki, ora bir tərəvəzlər əlavə etmək yaxşı deyil. Xeyr, zövqümüzə görə əlavə edə bilərik. Bu zaman daha tərkibi zəngin və dadlı olur. Buna görə də 2B, yəni yanlış, false-dur. 3-də əlbəttə ki, qidalandırıcı comfort food-dur. Comfort yəni rahat, asan hazırlanan, tez bazar elə bir ki, yeyilən bir yeməkdir. Və B səhvdir burada. Nəyə görə? Çünki dərslərdən sonra məktəbdə o deməli verilmir. Sadəcə məktəbdə uzun bir gün keçirəndən sonra onu yemək elə ən yaxşı vaxtdır. Amma bu o mənaya gəlmir ki, dərslərdən sonra məktəbdə verilir. Ona görə də o səhv olacaq. Deməli, indi gəlin 5-ci sualına, yəni short text-lə davam edək. Dear London Language School students, əziz London dil məktəbi tələbələri. Deməli, müraciətimiz dil tələbələrinədir. Please complete your personal profile. First, please give us personal information and then write a short paragraph about yourself. Thank you, Kate Jones. Deməli, bizim burada məktubu yazan şəxsimiz Kate-dir. Ünvanladığımız şəxs isə tələbələrdir. Baxırıq ki, biz tələbələrlə cümləni seçə bilmərik artıq. Bizim variantımız yəqin ki, Kate-ləndir. Baxın, invite feili ən çox short textlərdə istifadə olunan feillərdən biridir. Kanalımda xüsusilə bölüşmüşəm. Dəvət etmək deməkdir. Burada kimisə hər hansı bir yerə dəvət etmir. Deyir ki, yəni zəhmət olmasa özünüz haqqında qısa bir paragrafda şəxsi məlumat mənə verin və öz profilinizi tamamlayın. Yəni, deməli, baxırıq ki, deyir Kate writes a short paragraph about herself. Herself qayıdış əvəzliyidir. Kate özü haqqında, yəni Kate özü haqqında qısa paragraf yazır. Xeyr, Kate tələbələrin özləri haqqında paragraf yazmasını istəyir, xahiş edir, belə deyək. Kate tələbələrin şəxsi profillərini tamamlayır. Xeyr, bunu onlardan etmələrini istəyir. Deməli, tələbələr deyir Kate-dən dil məktəbi haqqında soruşur. Xeyr, doğru cavab olacaq D variantı. School needs information about students. Bəli, məktəbin tələbələr haqqında məlumata ehtiyacı var. Buna görə də Kate Jones adlı şəxs tələbələrə müraciət edir ki, mənə qısa özünüz haqqında bir abzas yazın və şəxsi profilinizi tamamlayın. İndi yenə baxırıq ki, bizim məktubumuz yazılıb Jill adlı şəxsə. Məktubu yazan isə Andy'dir. Məktubu yazdığımız birinci şəxslə cümlə başlaya bilməz. O heç bir hərəkət görmür. Deyəni çıxırıq. İndi gəlin baxaq. We are in Kenya on a 5-day safari trip. Biz 5 günlük Kenyada safari gəzintisindəyik. Və qeyd edim ki, əgər sayla isim defislə yazılıbsa, bu zaman təkdə olmalıdır. Yəni, normalda biz miqdar sayından sonra isim varsa cəmləyirik. Amma defis varsa, hər ikisi təkdə olacaq. Yəni, ismin özü təkdə olmalıdır. We are having a fantastic time. We are camping next to a Mara river. It's the most beautiful place in the world. There are lions, elephants and other animals in the national park. Tomorrow we are going on a boat trip. See you next week. Deyir ki, yəni biz fantastik, möhtəşəm vaxt keçiririk safari gəzintisində. Yəni heyvanları görməyə getmişik Kenyada. Orada kamp qurmuşuq Mara çayı yaxınlığında. Dünyada deyir ən gözəl yerdir bu. Fillər, şirlər və digər heyvanlar var milli parkda. Sabah da biz qayıq gəzintisinə gedirik. Növbəti həftə, yəni gələn həftə görüşənədək Andy'dən sevgilərlə. Andy burada kimisə arasa çağırdı. Əlbəttə ki, yox. Invite feilini çıxaq. Çalışın feillərlə işləyir. Mən belə tövsiyə edirəm. Deməli, afraid of qorxmaqdır. Uşaqlar vəhşi heyvanlardan qorxur.
yanlışdır. Elə bir məlumat yoxdur. Baxın, Andy tells Jill about her fantastic trip. Deyir ki, Andy deməli, baxın, deməli, gəlin baxaq. Andy Jill-ə özünün fantastik səyahəti haqqında danışır. Bəli, doğru cavab olacaq E variantı. B-də diqqətli olun. Next to yanında, yaxınlığında deməkdir. Deyir, Mara çayı yaxınlığında çoxlu heyvanlar var. Çayın yaxınlığında çoxlu heyvanlar yoxdur. Çayın yanında çadır qurublar. Deyir, dünyadakı ən gözəl yerdir bura. Amma milli parkdadır çoxlu heyvanlar. Şirlər, fillər və digər heyvanlar. Ona görə də B yanlışdır. E düzdür. Yəni Andy özünün safari gəzintisi haqqında Jill-ə məlumat deyir. Danışır. Tell də demək, söyləmək, məlumat vermək deməkdir. Baxırıq ki, nəyə yazıb məktubumuzu? Yazanda Danny'dir. Deməli, qrəmma olanları çıxırıq. We have a good time in the countryside. Deyir, kənd ətrafında yaxşı vaxt keçiririk. Dad drives us to a farm near a lake. Ata, yəni bizi gölün yaxınlığından fermaya maşınla aparır. We see many cows and sheep in the fields. Biz sahələrdə çoxlu inəklər və qoyunlar görürük. We buy milk for breakfast. Səhər yeməyi üçün biz süd alırıq. It's delicious. Bu ləzzətli, dadlıdır. We have a good time here. Yəni yaxşı vaxt keçiririk. Danny burada nənəsinə məlumat verir, düzdürmü? Deməli, gəlin baxaq. Deyir, baxın, yenə dəvət etmək. Dəvət edir nənəsini. Dəvət eləmir. Demir ki, gəl və sən də gör. İstəyirəm ki, sən də gələrsən. Dad likes milk because it's very delicious. Deyir ki, ata südü xoşlayır çünki bu çox dadlıdır. Diqqətli olmaq lazımdır. Bəli, süd dadlıdır. Biz də süd alırıq. Amma demir ki, burada dad likes milk. Burada dad likes deməli milk elə bir cümlə yoxdur. Ata südü xoşlayır, xoşlamır bilmirik. Danny yazıbdır bunu, yəni öz nənəsinə. O süd alır. Yəni bilmirik ki, atası xoşlayır və ya yox. Sadəcə deyir ki, biz süd aldıq səhər yeməyinə, bu da dadlıdır. Amma C-də deyilən ata südü xoşlayır çünki o dadlıdır. Belə bir informasiya yoxdur. C-ni də çıxırıq. Bəli, Danny valideynləri ilə kənd ətrafında səyahət edir. Çünki orada atası maşınla aparıb gətirir, yəni öz valideynləridir də. Doğru cavab olacaq B variantı. İndi isə başlayırıq əsas mətnimizi oxumağa və onunla bağlı olan sualları deməli cavablandırmağa. One of the people's favorite foods is pizza. It's one of the foods that people enjoy the most. We like pizza because it has many different kinds and flavors. The pizza has cheese, tomato sauce, and pepper. Sometimes people like to add mushrooms, olives, and or even pineapple to eat. The best part is that you can eat it in different ways, like folding it or eating it slice by slice. We usually have pizza on weekends. It is great for family nights or when we have guests over. Everyone can choose their favorite slices and we can all share the pizza. It's a food that brings the people together. Sometimes people like going to a pizza restaurant with their family, but they also enjoy making pizza at home. It's fun to watch the pizza bake on the oven. No matter how people make pizza, it always tastes great and makes us happy. Pizza is not only tasty but also very comfortable. You can eat it when you watch films, during a picnic or at a party. It's the most delicious food in the world. Gəlin indi tərcümə edək. Dünyada insanın ən sevimli yeməklərindən biri pizzadır və bu insanın ən yəni xoşladığı, zövq aldığı yeməklərdən biridir. Biz pizzanı sevirik çünki çox müxtəlif növləri və dadları var. Pizzanın deməli pendiri, tomat sosu, yəni pomidor sosu və istioti olur. Bəzən insanlar göbələk əlavə etməyə xoşlayır, zeytun və hətta ananas. Bunu 2 dəfə də eşidirəm. Ən yaxşı hissə isə odur ki, bu müxtəlif yollarla yeyilir. Ya sadəcə qatlamaqla, ya da dilim-dilim bölməklə. Biz həftə sonları pizza yeyirik adətən. Bu ailə axşamları və qonaqlar olanda əladır. Hər kəs istədiyi dilimləri seçə bilər. Biz bütün pizzanı bölürük. İnsanları bir araya gətirən, birlikdə yəni insanları bir araya gətirən, birlikdə edən qidadır, yeməkdir. Bəzən, yəni bəzi vaxtlar ailəmizlə pizza restoranına getməyi insanlar sevir, ailələrlə getməyi sevir. Amma həmçinin onlar evdə pizza düzəltməyi, pizza bişirməyi xoşlayır.
Deməli deyir pizzanın bişməsini sobada izləmək əyləncəlidir. İnsanların necə düzəltməyinə baxmayaraq həmişə əladadır və bizi xoşbəxt edir. Pizza sadəcə dadlı deyil, həmçinin çox rahatdır. Sən film izləyəndə, piknik ərzində və ya qonaqlıqda bunu yeyə bilərsən. Dünyada ən dadlı qidadır. Yəqin ki, oxuyanda siz də acdınız, üzülü sayın. Gəlin indi deməli baxaq mətnə görə məlumatlar. Bizdən 8-də false istəyir, yəni səhv məlumatı istəyir mətnə görə. A variantında deyir ki, insanlar pizzanın bəzi növlərini bilir. Əlbəttə ki, doğrudur. Pizza insanlar arasında məşhur deyil. Axı necə məşhur olmasın? Bu qədər sevilən bir yeməkdir. Elə B variantı yanlışdır. Gəlin baxaq 9-a. Mətn nə haqqındaydı? Əlbəttə ki, deməli, bütün dünyada insanları xoşbəxt edən qida. Yəni, açıqlaması pizza. Bir daha deyirəm ki, haqqında danışılan sözü təsvir edən ifadə bizim mətnimizdə əsas mövzu olur. Yəni, mətnin bir növ adı olur. Buna da biz parafrazla deyirik. Onda düzgün cavab istəyir mətnə görə. İnsanlar pizzanı necə bişirir? Daha doğrusu necə yeyir? Deməli, onlar bunu dilimlərə kəsir, əlbəttə ki. Çünki, yəni burada necə yediyini soruşur. A'da deyir ki, ananas sosu ilə. Bu bəzi insanlar bunu eləyir. Deyir sadəcə pendirlə, qonaqlar olanda yeyirlər. Yox, evdə də yeyirlər, restoranda gedirlər. Bir də deyir ki, sadəcə restorana gedib yeyirlər. Yox. Yəni, dilimlərə bölməklə yeyirlər. Dilə ən doğrusu odur. Pizza is a food deməli. Gəlin baxaq. Deyir çox pis dadır. Əlbəttə ki, səhvdir. Qud olmalıydı. Deməli, you can't add mushrooms. Göbələk əlavə edə bilmirsən? Xeyr, can əlavə edə bilərsən. Bişirmək çətindir? Xeyr, easy, yəni asandır. Az insan xoşlayır? Xeyr, many, çox insan xoşlayır. Elə A'dır. That unites people, insanları birləşdirən, bir araya gətirən yeməkdir. Mətnə görə düzü istəyir bizdən. Pizzanı evdə düzəltmək əyləncəlidir. Bəli. Pizza dadlıdır, amma rahat deyil. Xeyr, rahatdır. Sən film izləndə pizza yeyə bilərsən, düzdür. Bir də pizzaya deyir, zeytun əlavə etmək yaxşı deyil, yaxşıdır. Cavab olacaq deməli 1-3. İndi baxırıq qrammatika suallarına. Mənim dostlarım və mən futbol oynadıq. Futbolu harda oynadıq? Əlbəttə ki, deməli, I played in the playground. Playground olar da burada, bağçada, oyun bağçasında oynadıq. Bəli, yəni muzey, sinif otağı, küçə və ya hovuz ola bilməz. Deməli, indi baxaq Maria and Fred but. Baxın, əgər biz but görmüşüksə, bilməliyik ki, burada bir ziddiyyət var. Can feilinin də ziddiyyəti, yəni əks mənası, ziddiyyət əks deməkdir. Cannot formasında olacaq. Can'dan sonra to da gəlmir. Yəni üstə gələk to deməli olmaz. Buna görə biz B-ni çıxırıq. A-nı çıxırıq. Hər iki tərəfdə inkar olanı, hər iki tərəfdə təsdiq olanı but var deyə çıxırıq. Cavab qalır D. Maria və Fred voleybol oynaya bilmir, amma onlar sürətlə qaçır. Fast həmçinin həm sifətdə, həm də zərfdə, onu da qeyd edim. Baxırıq ki, xəbər var. Xəbərdən əvvəl qoymalıyıq şəxs əvəzinin adlı halını. Burada isə isim var və isimdən əvvəldə isimləşdirən yerli əvəzisi qoymalıyıq. Deməli, baxırıq ki, ikinci tərəfdə də hamısı yerli əvəzisidir. Amma birinci tərəfdə adla işlənən şey adla işlənmir. Deməli, və burada cəmdədir. Baxın, students deməli cəmdədir. Cəmdədirsə biz ikinci tərəfə də cəmdə olan qoymalıyıq. Baxın, deyə bilmərik ki, onlar tələbədirlər və onun müəlliminin adı Richarddır. Onların olardı da, his olmaz. Mübtədə olaraq sən deyiriksə və yaxud siz tələbəsiniz və onun müəllimin adı Richarddır. Olmaz, your olmalıydı burada. Burada da A olmalıydı. Biz tələbəyik və bizim müəllimimizin adı Richarddır. Elə bu da A variantında öz əksini tapır. Yəni, şəxs əvəzinin adlı halından yerlik əvəzinin isimlə işlənən forması eyni şəxsdə olmalıdır. Deməli, indi baxırıq 16-ya. 16-da sual cümləsi qurmalıyıq. Bunu haradan bilirik? Çünki cümləmizdə sual sözü var. How? How necə deməkdir? İndi gəlin baxaq ki, biz sual cümləsini necə qururuq. Birinci yazdıq sual sözünü, yəni question word. Daha sonra deməli biz yazırıq köməkçi feil, auxiliary verb. Daha sonra biz yazırıq deməli mübtəda, yəni subject. Sonra da biz yazırıq əsas feil, yəni main verb. Elə gəlin baxaq. How do deməli how do you
spell. Baxın 4 3 6 2. Və bu bir dənə B-dədir. Deməli, your surname. İsimdən qabaqda isimlə işdən əvəzlik qoymalıyıq da. Yəni sən deyir öz soyadını necə tələffüz edir? Hərf-hərf deyirsən. Bəli, hərf-hərf demək. 5 1. Bir də baxaq how do, deməli you spell. How do you spell your surname? Aha. 17-də düzgün zaman formasını seçməyimizi istəyir. Biz baxırıq ki, usually var. Usually adətən deməkdir. Adətən olan hərəkətlər davamlı, daimi baş verir. Bu da indiki sadə zamanda olur. My isə üçüncü şəxsin təkində olduğu üçün indiki sadə zamanda üçüncü şəxsin təkində feilin sonu s və ya es sonluğu götürməlidir. Bu da D-də olacaq. Takes. Baxırıq ki, deməli there is a park, blank, a və house. Bu isə söz önləridir. Deməli, baxırıq ki, between arasında deməkdir. Bizim evimizin arasında park var deyə bilmərik. Between olsaydı iki şey arasındadır. Burada iki şey olmalıydı. Onun üstündə deməkdir. Evin üstündə park olmaz deməli. Evin içində deməkdir. İçində park olmaz nəyəsə. Ofisə yerlik bildirir. Yəni there is a park of our house deyə bilmərik. Evimizin parkı ola bilməz, düzdürmü? In front of olacaq. Qarşısında, önündə. Evimizin önündə park var. İndi baxaq, deməli, tamamilə 6-cı sinif dərsinə uyğun mətbəxdə istifadə etdiyimiz alətlərlə həmin alətlərin gördüyü işlərdir. Knife bıçaq deməkdir. We need a knife to cut fruits. Əlbəttə ki, meyvəlik doğramaq üçün, kəsmək üçün bıçağa ehtiyacımız var. We need a fork deməli, we need a fork, gəlin baxaq. Deməli, biz birini qoyduq. Çəngələ deyil, ehtiyacımız var. Çəngələ ehtiyacımız var. Deməli, yeməkləri yemək üçün olacaq C-də. Plate isə boşqabdır. Yeməyə xidmət etmək, daha doğrusu serve food. Yeməyə kiməsə yəni təqdim etmək üçün, kiməsə qulluq etmək üçün yeməyə boşqabda çəkirik də. Boşqaba ehtiyacımız var. Olacaq B, C, A. Bəli. Gəlin baxaq 20-yə. 20-də yenə bizdən düzgün variantı seçməyimizi istəyir və sual cümləsidir. Birinci bizim sual sözümüz olmalı, düzdürmü? What. Daha sonra köməkçi feilimiz olmalıdır. Do. Daha sonra olmalıdır deməli bizim mübtədamız. Students. Daha sonra olmalıdır bizim əsas feilimiz. Write. Yəni Y-də köməkçi feil yoxdur, C-də həmçinin, B-də həmçinin. A-da isə sual cümləsində köməkçi və əsas feil yan-yana gəlməz. What do students write at the lesson? Dərsdə şagirdlər nə yazır? 21-ci sualda sözləri izahı ilə uyğunlaşdırmalıyıq. Behind arxasında deməkdir. At the back of something or someone. Kiminsə və yaxud nə isə bir şeyinsə arxasında. Between arasında. To be in two things or people. İki şey, yəni iki əşya və ya insan arasında olmaq. Bəli, in front of isə nəyəsə önündə. C. B, A, C, bu da olacaq deməli C-də. Our teacher takes us to the museum. Baxın, biz görürük ki, feil indiki sadə zamandadır. Bunun üçüncü şəxsin təkində sonunda S sonluğu olmasından bilirik. İndiki sadə zaman zərflərində isə usually var. Bir də var deməli once a most, bir də var always. Çox diqqətli olmalıyıq. Usually, always, daha sonra often, baxın elə often da yazıblar bura. Bunlar mübtədə ilə xəbərin arasında gəlir. Mübtədə üstə gələk bunlardan biri, üstə gələk xəbər. Lakin mən şagirdlərimə belə öyrədirəm, daha asan yol kimi. Böyük olanlar, every day, once a month, baxın. Once a month. Twice a week, məsələn, həftədə 2 dəfə. Sonra every day, hər gün. Bunlar gəlir cümlənin sonunda. Yəni burada C, D, E-ni qoyardım. İndiki sadə zamanda da bizim müəllim bizi həmişə adətən tez-tez müziyə götürür. Lakin cümlənin sonunda gələcək olan sadəcə once a month. Ona görə mənim düzgün cavabım qalacaq. Ayda bir dəfə müəllim bizi müziyə götürür. A variantı. Gəlin baxaq deməli. Sinifdə dostlarla nə etmək yaxşıdır? To-do lessons əlbəttə ki, dərslərimizi etmək.
Kick animals heyvanları vurmaq, fight dalaşmaq, səs-küylü oyunlar oynamaq, bir də ayaqüstü, yəni zərərli yeməklər yemək yaxşı deyil əlbəttə ki. It is good to do lessons with my friends at the class. Məkanımız sinif otağıdır. Sinif otağında edilə biləcək fəaliyyət əlbəttə ki, B-dir. Sinifdə dostlarımla dərslərimi etmək yaxşıdır. 24-cü sualda antonim, yəni əks mənalı sözləri bizdən tapmağımızı istəyir. Happy, sad, xoşbəxt, qəmgin. Delicious taste hər ikisi dadlı deməkdə olmaz. Bir dənə də yazdım, bu sinonimlərdir. Yummy, bu da ləzzətlidir. Deməli, 2-ni harda gördük? Gəlin biz çıxaq. Aha, biri götürmüşük deməli. Gəlin baxaq indi 3-ə. Wide, geniş, narrow, dar. Aha, 3 olacaq. Begin, start, hər ikisi başlamaqdır deməli. False, true, səhv, düz. Əlbəttə ki 5. 1, 3, 5 elə oldu E variantı. Sinonimlər istəyir bizdən. Bike, bicycle, velosiped. Deməli, yaxın mənalı. Film, movie. Hər ikisi film. Cold, hot, isti, soyuq. Əks mənalı. Şəhər, kənd. Bu da yəni şəhər, kənd elə bir növ əks mənalıdır, amma sinonim deyil əsla. Bir də var pen friend, pen pal, yeni sözümüzdür. Bəli, hər ikisi dost kimi gedir. Deməli, cavab olacaq 1, 3, 5 sinonim, yəni yaxın mənalı sözlərimiz. İndi 26-cı sualda, yəni essiyə baxaq. Deməli, essimiz də olduqca sadə olacaq. Məsələn, gəlin deyək ki, buna Məryəm. Today is Məryəm's birthday. Məsələn, bugün Məryəmin ad günüdür. She has a delicious, yox. Birinci belə yazaq. A birthday cake. Məryəm deməli is celebrating. Gəlin belə yazaq. İndi davam edici zamanda. Is celebrating. Celebrating qeyd etməkdir. Her birthday with her family, yəni ailəsi ilə qeyd edir. Və parents yaza bilərik, valideynləri ilə. Aha. She has, onun nəyi var? Rəngli balonları var elə. She has colorful balloons. She is, deməli, she is blowing, yəni üfürür. Blowing up the candles on the cake. She makes a wish. Makes a wish. Aha. Deməli, Məryəm smazə. Dilimləmək olacaq deməli slice. Slices the cake into 3 pieces, yəni 3 dilimə bölür. It is so delicious. Delicious yazaq. They eat, sing a song, and have fun. Yəni onlar yeyir, mahnı oxuyur və əylənirlər. Bu qədər. Məncə 35 sözü keçdik. Gəlin baxaq. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11, 12, 13, 14, 15, 16, 17, 18, 19, 20, 21, 22, 3, 4, 5, 6, 7, 8, 9, 30, 31, 32, 33, 4, 5. Yəni 35 sözü keçdik. Bu qədər. Deməli, bugün Məryəmin ad günüdür. Onun ad günü tortu var. Məryəm ad gününü valideynləri ilə qeyd edir.
deməli, onun rəngbərəng şarları var. O şamları üfürür, arzu tutur. Məryəmin anası tortu 3 yerə bölür. Bu dadlıdır. Onlar tortu yeyir, mahnı oxuyur və əylənirlər. Bu qədər. Daha çox izahlar üçün kanalıma abunə ola bilərsiniz. Məni izlədiyiniz üçün hər birinizə təşəkkür edirəm. Sağ olun, növbəti videoda görüşənədək.